Bugün hal-hazırda elə bir vəziyyətlə rastlaşmışıq ki, biz təkfirçi də özünə sələfi deyir, murciə də özünə sələfi deyir, həddadi də özünə sələfi deyir, mumeyyi də özünə sələfi deyir. Əlbəttə ki, biz bilirik ki, bu çox geniş şaxəli bir sualdır. Ancaq sizdən xahiş edərdik ki, yığcam və sadə formada bizə başa salırız. Əsl sələfi kimdir? Ümumiyyətlə, qardaşlar, yəni həqiqətən də belə incə sualdır və mən belə dəqiq deyim ki, bu sualı tam dəqiqliyi ilə eminə, fərmana versəydi əla olardı. Yəni, onlar bu sualı məndən daha geniş hissə başa sala bilərdi. Amma mən öz bildiyimə əsasən hissə başa salım, qayna olmasa, emindən, fərmandan birindən yenə geniş şəkildə soruşa bilərsiniz. Ümumiyyətlə, günümüzdəki xavaricilərin, təkvirçilərin, murciyələrin, mumeyyi və həddadilərin özünə sələfi deməkləri nə qədər düzdür. Təbii ki, yanlış və xatadır. Ona görə ki, sələfilik, qardaşlar, mücərrəd iddia deyil. Sələfilik, sələfi mənhəci dəlillərlə, etiqadı, dəlillərlə, üslublarla ispat olmuş bir mənhəzdir. Əgər biz hansısa bir təkvirçi özünə sələfi deyirsə və biz ona onun hansı əsaslarla sələfi deyildi, ona ispat edirik ki, yəni sənin etiqadın, mənhəcin, fikrin, düşüncən, onlardan biri sələfi uyğun olması o sələfilik demək deyil. Zaten təkvir özü dini məsələ deyil. Dini məsələ, qardaş. Və İbn Teymiyyə rəhməhullah buyurur ki, təkvir haqqullah və Rasul, Allahın və Rasulun haqqıdır. Yəni, sənin bir dənə məsələdə sələfiyə müvafiq olmağın o sələfilik demək deyil. Əgər sən kütləni hüccətsiz, flansız, heç bir üzr gətirmədən filan birbaşa təkvir edirsənsə, sən heç bir halda özünü sələfilə nisbət edə bilməzsən. Həmçində murciəlik. Əgər murciələr usul qaydalarına görə, iman məsələsinə görə birbaşa sələflərin etiqadına, imanda olan etiqadlarına müxalif çıxırlarsa, onlar özlərini 10 il əvvəldən sələfə nisbət eləsələr, onlar sələfi sayılmırlar. Həmçinin həddadilər və mumeyyilər. Həddadilər, mumeyyilər sanki belə deyim ki, bir ağacın iki tərəfidirlər. Biri həddindən artıq şiddətli üsuldadırlar, biri həddindən artıq mülayib üsuldadırlar. Yəni, həddadilik, qardaşlar, necə ki, Şeyx Rabi Həfzallah dediyi kimi, bir sələfini yanlış, xata elədikləri iddihamla ondan tutub yapışmaqlardır. Yəni, onu həmən iddihama atırlar və onunla da onu artıq sələflikdən çıxarırlar. Yəni, bunlar həmçində mumeyyilər. Baxın, görün, qardaş, insan mənhəci olmayan bir insandır. Yəni, həqiqi mənada sələfin mənhəcindən xəbərsizdir. Baxırsan ki, sağında xavaricdir, solunda həddədidir, qarşısında mumeyyi oturub, özü danışanda murciəlikdən danışır və s. Yəni, bu insan, baxırsan ki, mənhəc sahibi deyil. Bu insan deyir ki, qardaşlar, hamımız birləşək. Biz də deyir, hamımız birləşək. Nəyin ətrafında? Quran və sünnənin. Əgər sən məni təkvirçinin rəyi ilə birləşdirməyə çalışırsansa, əgər sən məni murciənin fikri ilə cəmləşdirməyə çalışırsansa, əgər sən məni həddədin mumeyyi ilə bir arada otuzdurmaq istəyirsənsə, bu mümkün deyil. Çünki sələflər bidət əhlinə qarşı bir nömrəli mübarizə aparan insanlar olurlar, qardaşlar. Çünki sələflər bidət əhlinə olan mübarizən İmam Əhməd İbn Həmbəl rəhməhullah böyük cihad sahib, qardaşlar. Bilirsiniz nə deməkdir? Böyük cihad. Həddədilərlə və yaxud da mumeyyilərlə, xavaricilərlə, murciələrlə, digər bidətçilərlə mübarizə aparmaq böyük cihad sayılır, qardaşlar. Yəni, bu cihaddır. Yəni, necə ola bilər ki, sən məni onlarla bir araya otursarsın? Bu mümkün şey deyil. Yəni, mücərrəd iddialar insanı sələfi eləmir. İnsanın getdiyi yol, tutduğu əqidə, seçdiyi mənhəc onu sələfi sayır. Və bu barədə, əlhəmdülillah, qardaşlar, kifayət qədər sələflərin kitabları var. İstər keçmiş, istər müasir sələflərin kitabları var. Yetər ki, orada olanları biz oxuyaq və tətbiq eləyək. Əlhəmdülillah, artıq sələfin kim olduğu, xavaricin kim olduğu, təkvirçinin kim olduğu, murciənin kim olduğu açıq-aşkar bəlli olacaqdır.